İkinci dərsimiz ictihad və təqlid. Başa düşdünüz? İctihad nə deməkdir? Sən başa düşmədin. İctihad, yəni bir adam oxuyur olur müştehid. Ona deyilir, o oxuyub müştehid olmağa deyilir nə? İctihad. Təqlid bildin nədir? Təqlid yəni müştehid deyil, biz də əməl edirik. Biz oluruq təqlid edən. Ələm müctehidi tanımağın yolları. İndi bunu mən deyəcəm. İndən belə kim gəlib mənə sual versə, ki, qardaş, mən hardan bileyim ki, məsələn, ağayı filan kəs ələmdir ya yox, deyəcəm, ağ ələdindəsən. Keçdiydi o dərsi hardan biləsən. Və ya gəlib deyir ki, mən xoşum gəlir filan müştehiddən, ondan təqlid edim, deyəcəm, bu cür ağını çıxardırsan. Keçdiyi axı ələm tanımağın yolları var. Onların içində, baxın görün, onların içində xoşum gəlir varsa, xoşum gəlir də qatın. Yoxsa xoşum gəlir də atın. 3 dənə yol yazılıb ələm müştehidi qeyri-ələmdən ayrılmaq üçün. 1. İnsanın özü bir şəxsin ələm olmasına yəqinlik və ya xatircəmlik tapsın. Ələm nə deməkdir? Demişdik ələm mənasını. Zamanısındakı müştehidlərdən daha elmli olsun. Adamların çoxu müctehid ola bilər. Bu saat dünyada müctehid çoxdur. Bəlkə 100 nəfər, 1000 nəfər daha çox müctehid var. Amma ələm müctehid bir neçə nəfərdir. Ən savadlı müctehid. Hardan bilək ən savadlı müctehid kimdir? 3 yolu var. Biri budur ki, adam özü elə savadlı olsun ki, bilsin bu ələm, bu müştehiddən ələmdir və yəqin bilsin. Ya da ki, yəqin bilməsə də xatircəmlik tapsın. Yəni, yəqinlə xatircəmliyin fərqi var. Yəqin budur ki, mən girirəm məscidə, görürəm ki, Kərbəlayı buradadır. Yəqin bildim ki, buradadır. Xatircəmlik budur ki, Əbülfəz mənə deyir, Kərbəlayı buradadır. Yəqin bilmirəm, özüm bilmirəm, amma o dedi, da bildim də buradadır. Xatircəmlik. Ya, özü mütəxəssis olsun, bu sahədə ələmi tanısın, çox savadlı olsun. Və ya hansısa vasitədən, elmi vasitədən öyrənsin ki, bunu bilirsə deməli, xatircəm oldum, daha savadlıdır. Bu bir. Məsələn, özü bu sahədə mütəxəssis olub, ələm müctehidi tanıya bilsin. İkinci yol, ələm müctehidi başqalarından seçə bilən. Bizim kəndlərimizdə ən böyük problemlərdən biri budur. Ələm müctehidi başqalarından seçə bilən 2 adil və alim şəxs hər hansı bir müctəhidin ələm olduğunu təsdiq etsinlər. Deməli, ikinci yol bundan ibarətdir. Biz özümüz din sahəsində mütəxəssis olmadığımız üçün ki, mütəxəssis olsaq, heç kəsdən soruşmağa ehtiyac yoxdur. Özün otur dərsində, bax onun elmi işlərinə, kitablarını oxub bilirsən ki, bu ələmdir. Haradan biləcəksən də özün bilirsən də, özün də müştehid fason bir adamsan, o həddəsən. Bir də var ki, yox, avam adamım, mən nə bilirəm müştehidlik nədir, ictihad nədir? Buyurur, 2 nəfər adam tapır. Onlarda 2 dənə xüsusiyyət olur. 1. Onlar böyük günahları heç eləməsinlər. İndi adam özü, istər-istəməz özü günahkar sayar da, sən onlardan böyük günah görmüş olmayasan, el arasında böyük günah edən adam kimi tanınmasın. Nədir böyük günah? Bırak qardaş dedi, yalan danışma. Bu adam yalan danışandırsa, sabah sonundan hansı müştehidin ələm olub olmadığını öyrənsən, təqlidin batildir.
söyüş söyməsin, adam öldürməsin, zina eləməsin, araq içməsin, böhtan deməsin, suizən eləməsin, qeybət eləməsin, məsxərə eləməsin. Baxın, böyük günahlar kitabına. Onlardan hansı biri bu adamda oldu da ondan soruşmayın kim adi, kim müştehid, ələmdir, kim yox. Olmadı onların heç biri, yenə də soruşmayın, kesin ikinci sahəyə. Bu adam özü də alim olmalı. Var dedi ya, adam özü mütəxəssis olsun, dəqiq bilsin. Özün ki, mütəxəssis ola bilmədin, 2 nəfər mütəxəssisdən soruş. Amma ədalətli olsunlar. Necə ədalətli? Burada ədalətin mənası budur. Böyük günahları heç eləməsinlər, kiçik günahları davamlı şəkildə eləməsinlər, israr eləməsinlər, planlı şəkildə eləməsinlər. Belə adam tapa bilsən, soruş. Həm alim olsun, molla olsun, günah eləməsin. Bəs eləyər, indi mən getdim, 2 nəfər ədalətli alim tapdım. Bunlar el arasında günahkar kimi tanınmırlar, mən də görməmişəm günahlarını. Özləri də alimdirlər, 10 ildə, 15 ildə oxuyurlar qumda, məşəqdə filan yerdə, nardarada, maşdada. Bəsdir, o desə, yox, bir dənə şərtimiz var, balaca şərt. Balaca olmasına baxmayaraq çox manisini törədir. O nədir? Bu 2 nəfər ədalətli alim ki, dedi, məsələn, Kərbəlayı Ələmdir. O 2 nəfər ədalətli alim desə ki, yaxın deyirlər, o ələm deyil. Ondan sonra təqid edə bilməzsən. Yenə ələmliyi bilməyəcəksən. Şərti budur ki, bu 2 nəfər ədalətli alim ki, deyir, filan kəsə ələmdir. O zaman sən filan kəsə təqid edə bilərsən ki, o tərəfdən 2 nəfər ədalətli alim deməsin ki, yox, bizim fikrimizdə bu ələmdir. Desələr, düz hansı düz deyir, hansı səhv deyir, onu qoy qırağa. Sən də ona təqid edə bilməzsən. Bu 2. 3. Bir müctəhidin ələm olması cəmaat arasında o qədər məşhur olsun ki, insan üçün yəqinlik yaxud xatirzəmlik hasil olsun. Məsələn, nə özüm müştehid deyiləm, nə alim deyiləm, nə mütəxəssis deyiləm. Nə 2 nəfər ədalətli alim tapa bilmişəm ki, desinlər, məsələn, filan kəs ələmdir. Amma bütün dünyada məşhurdur ki, bu ələm müştehiddir. Və heç bir alim də onun əksini söyləmir. Bu da bir yoldur. Məsələn, 7-8 nəfər müştehid mərcəyi təqlid seçilmişdi İranın Qum şəhərinin elmi hövzəsinin alimləri tərəfindən. Onların içində Sistan ağanın adı yox idi. Çünki onlar deyirlər, bizim İraqa əlimiz çatmır, sədlər imkan vermir, gedib oturaq ağanın dərsində bir də ələm deyir. Amma Sistan ağanın ələmiyyəti o qədər məşhur oldu ki, heç kəs etiraz eləmədi, heç bir alim demədi, yox, bu səhvdir. Artıq bizə aydın oldu ki, bu da ələmdir. Sistan ağanın burada bir qeydi var. Buyurur, mən biraz başqa türdə deyirəm, sübut eləyə bilərsə bir nəfərin ələm olmasın. Deyir, ağa, buyur. Buyurur, bir kəsin ələm olması o adamın sözü ilə sübut olunar ki, müştehidlə ələmi seçə bilsin və sözünə etibar etmək olsun. Da 2 nəfər vacib deyil. Bir nəfər gəldi hacının yanına, hacıya etibar edir, bilir ki, bu savadı var, filan var. Filan kəsə ələmdir, desə ələmdir, kifayətdir. Bir şəkillə ki, 2 şərt olsundur. 1, seçə bilsin onu başqasından, yəni bilsin ələm kim olur, qeyri-ələm kim olur. 2, sözünə etibar olunsun. Sözünə inanılsın. Yəni 2 nəfər adil, vacib deyil. Kimə görə? Sistana görə. Neçə yol oldu? 3 yol. 1, adam özü savadlı olsun, bilsin. 2 nəfər savadlı ədalətdən soruşsun. Bir şəkillə ki, 2 nəfər başqa ədalətli savadlı, onların əksini deməsin. 3, o qədər məşğul olsun elm aləmində, artıq da adamın sübut olur ki, bu ələmdir. Burada xoşa gəlmək var idi. Burada fətvası mənim ticarətimə uyğun gəlir söhbəti var idi. 3 dənə. Buyurur, yaxşı, mən indi ələmi tanıdım. Mən necə bundan öyrənim ki, sən nə fətva verirsən namaz haqqında, oruc haqqında, ticarət haqqında. Buyurur, bunun da 3 dənə yolu var. 1,
zəhmət çək, pul xərclə, o qədər pul xərcləyirsən ki, sən demirəm. O qədər pul xərcləyirsən ki, sağa, sola, Dubaya, Amerikaya, Fransaya, Suriya fəxr edirsən ki, mən dünyanın yarısını gəzmişim. Gəzmə yarısını, onu azalt. Ged otur, alimin qulağının dibində, sonra şamsı gəl, özüsünü gətir. Öyle. Nə risalədir, nə başa. Bu bir yolu, özündən eşidirsən. İki nəfər ədalətli şəxsdən eşitsən, onun fətvasını sənə desələr kifayətdir. Bir nəfər adil şəxsin xəbər verməsi yalnız onun sözündən xatircəmlik hasıl olduğu halda kifayət edər. İki nəfər ədalətli şəxs deyir ki, məsələn, Ağayev əylənmişdir, dedi ki, məsələn, namazın 3-cü rükətində təsbihat ərbəni bir dəfə desən kifayətdir. İnana bilərsən. Günah edən olmasınlar. Bir. İkincisi nədir? Esmə. Bir nəfər də olsa kifayətdir, əgər sözünə inanırsansa. Yalan danışın deyilsin. Nə fərqi oldu bayaqçı iki nəfər adillə, bu dəfə iki nəfər adillə arasında? Yaşlılar özləri də alim olmalıydılar. Müstehid seçiləndə gələk mütəxəssis ədalətli adam olsun, öz başına yox, avam yox. Fətvanı öyrənmək istəyən burada elm lazımdır ki, oxuyur deyir də sənə. Onda elə belə avam adil ama günahkar olmayan olsa kifayət. Bir nəfər də olsa sözünə inansan kifayət. 3. Fətvanı etibarlı risalədən əldə edirsən. Müştehidin möhrü olsun bu risalənin əvvəlində. Görün, müştehidin üzükləri olur, müştehidləri möhr olur da. Onların paddelkası adətən olmur da. Onu vurdu, inandı ki, bu müştehidin ofisində gəlib, soruşduğunu öyrəndi. Yox, indi gəldi bir dənə kitab yazır, qəzetdə bir dənə fətva çıxıb. Sən də gəlirsən, dirəşimsən molla ilə ki, belə yazılmışdı orada. Deyəndir, nə olur, nə xəbərdir. Çox həssas məsələdir bu məsələ. Durub gəlib deyir ki, mən Facebookda belə işləmişəm. Allah canım sağ eləsin. Mən də risalədə başqa cür oxumuşam. Yadımda əldə bir məsələ var idi. Toyda rəqs eləmək barəsində. Bilirsiniz ki, Ayətullah Xameneyin fətvası budur ki, kişilər toyda bir şərtlə rəqs edə bilərlər ki, fəsad çıxmasın ortalığa. O fəsadda nə qədər axtarılır bilmirik nədir o. Hər halda. Ağa belə fətva verir. Fəsad çıxmasın ortalığa. Günlərin bir günü mənə bir jurnal verdilər, fars dilində. Gördüm, ağanın orada fətvası çıxıb ki, rəqs eləmək ümumiyyətlə konkret haramdır. Allah canı sağ eləsin, bu Hazreti Talib bundaydı onda. Zəng elədi ona, deyir, qardaş, aləm danışıb bir-birinə. Konkret haram olsa, bu qardaşlar ki, Məşəddidaşda, o bir məscidlərdə, ya məscidlər evdə də namaz qılan, gedir, toyda oynayır, edir. Bunlar fasih sayılacaq onda. Neyniyək biz? Dedi, mən öyrəyəm deyərəm. Getdi ofisdən soruşdu orada qumda, sabah sən gələdi ki, ağalar dedilər ki, risalədə, istiftadə nə var o? Jurnal belə gəldi, qəzet belə getdi, internet belə gəldi, yox. Nə var istiftadə o? Əsas o. Yəni, burada da ehtiyatlı olmaq lazımdır. 3 yol dedik, ələmin tanınmasına. Həm də sualım var. Bugün kitabları çıxırlar, hansı ki, müstəhidlərin əlləri toplanır. Amma orada heç hansı bir möhürzat yoxdur. Yəni, kitablar toplanmış, alıb olmadan azmanın kitabı. Başqa bir vasitə ilə sübut olunsa ki, doğrudan həqiqətə uyğundur, onda etibar eləmək olur. Məsələn, yadınıza Ədib Əvvəl Fəzağa məscidində bir nəfər tələbə, bilmədim kimdir, Allah canını sağ eləsin. Xəbər göndərdi mənə ki, sən orada minbərdə demisən ki, elə gəldiniz, gördünüz 10 nəfər, 15 nəfər cəmaat namazı qılır, iqtidə eləyin, möminlərə suizən eləməyin. Dedim, bəli. Dedi, elə deyil Sistani ağadan. Sistani ağa deyir ki, İmam cəmaatın ədaləti sübut olunması iqtidə elə bilməzsin. Mən də, əlhamdülillah ki, ehtiyatlı davrandım. Dedim, o qardaşa deyəm, fətvanı göndərsin mən üçün. O da zəhmət çəkdi, Minhacı Sadiqindən göndərdi mən üçün. Gördüm, doğrudan delədi. Sistani ağa deyir ki, İmam cəmaatın ədaləti sənə sübut olunmasa, tanımasan yəni onu, iqtidə elə bilməzsən. Belə olsa, göndərdim. Yoxsa gəlin, mən sənəmdən söz deyirəm, görsən ki, tamam ziddir sahalərə.
Cəfər ağa dedi, açıq o tərəfə, araşdır. Zəhmət, ağa da ölsən, qardaş. Nə olur, ağalı belə, onu kopya elə, ya mənə yerimdə nə? İnternetdən, kitabdan, haradan tapım çıxardım bizə. Ələni tanımağın üst yolu, bir özün bilməlisən savadlı olaraq, iki nəfər ədalətli alimdən soruşmalısan, bir şərtlər ki, 2 nəfər başqa ədalətli alim ikisini deməsin, 3 cəmaat arasında məşğul olmalıcı və ələmdir. Fətvanı əldə eləməyin üst yolu, 1 müştəhidin özündən eşit, 2 nəfər ədalətli şəxsdən və ya 1 nəfər sözünə inanılan ədalətli şəxsdən eşit. 3-cü yol, müştəhidin etibarlı risaləsindən. Bu da biraz çətindir də, yaxşı olar ki, fətvalar həmişə mollalardan soruşun. Etibar elədiyimiz mollalardan. Çünki, məsələn, Sistani Ağa Risaləsinin tərcüməsində küllü müqadə səhvlər var, texniki səhvlər. Çapda səhv edir. Məhrəm yazılır, naməhrəm, naməhrəm yazılır, məhrəm. Belə şeylər var. Onun yerə ehtiyatlı olur. Müctəhidin, biz bayaq öyrəndik ki, əhkam neçə qismdə hökmlər? 5 qism. Bizim elədiyimiz ya vacibli, ya haramlı, ya müstəhəb, ya məşhur, ya mübah. Müştəhidin hökmləri neçə qismdir? Müştəhid nə deyə bilər bizim əməllərimiz barəsində? Fətva verə bilər. Buyurur, bunlardır. 1. Bu hökm başqa hökmdən müfərqlidir ya. Müştəhid hökm verə bilər. Bu termindir. Hökm termindir. Bayaq ki, əhkam sözündən deyil. Diqqət elədiniz? Hökm termindir. Nə deyə bilər? Müctəhidin müəyyən bir mövzuda nəzəriyyəsinə, fikrinə deyilir hökm, müəyyən mövzuda. Məsələn, mən müştəhidəm, bizə ələm müştəhidəm. Deyirəm ki, hökm verirəm, sabah, Şəvval ayının biridir, fitir bayramıdır, yeyin oruclarınızı. Bu hökm. Fətva deyil, hökmdür. Fətvanı indi oxuyanda hökmdən fərqini biləcəyiz. Müştəhidin bir sözdə fətva ola bilər. Fətva necədir? Müştəhidin hökmü ümumi şəkildə bəyan etməsinə deyilir. Fitva yox, fətva. Konkret söz demir. Deyir, məsələn, kimin vacib orucu varsa müstəhəb orucu da bilməz. Deyir, Kərbalay, sən də bilməsən, yox. Filan ki, sən də yox. Kimin vacib orucu var, müstəhəb orucu da bilməz. O birində deyir ki, sabah ayın biridir. Konkret, sabah ayın biridir bayramdır. Deyir ki, amma elə həm də o hökmdən götürək. Bir müştəhid deyir ki, bir vaxt bir müştəhid deyir ki, hökm verirəm, sabah, Şəvval ayının biridir, fitir bayramıdır. Bu oldu nə? Fətva. Hə? Hökm. Bir də var müştəhid deyir ki, ay gördünüz, orucunuz açın. Bu oldu nə? Fətva. Konkretləşdirmir. Kim ay gördü, orucunuz açın. Qaldı ikisi, 4 dənədir. Demək ki, orada xüsusi bir məsələ şu konkret. Fətva bu məsələ haqqında. Hökm verir ki, Rafiq Tağını öldürmək vacibdir. Bir də var fətva verir, kim mürtəd olsa öldürməz vacib. Ehtiyat-ı vacib. Nədir ehtiyat-ı vacib? Ehtiyat-ı vacib, Azərbaycan dilində, yəni vacib olan ehtiyat. Ehtiyat-ı müstəhəb olan ehtiyat. Ehtiyat-ı vacib, vacib olan ehtiyat. Ehtiyat-ı vacib nədir? Ehtiyat-ı vacib ona deyirik ki, nə ondan əvvəl fətva gəlmiş olsun, nə ondan sonra fətva gəlmiş olsun. Risalə oxuyan olsa biləcək nə deyirəm, onlarda var belə bir şeydir. Məsələn, deyir ki, müştəhid fərz edir, ya fərz edir. Müştəhid deyir ki, ehtiyat budur ki, da demir vacib müstəhəb, biz görürük risalədə ehtiyat yazılır. İstəyirik bilək, bu ehtiyat vacib ya müstəhəb, haradan bilək? Deyir, ehtiyat budur ki, təsbihat-ı ərbəyə, təsbihat-ı ərbəyə nədir? Nə təsbihat-ı ərbəyə? Və la ilahe illallah və Allah ekber. Namazın 3-cü rükətində deyir ya. Ona deyir nə? Təsbihat-ı ərbəyə. Deyir ki, müştəhid, təsbihat-ı ərbəyəni namazın 3-cü, 4-cü rükətində ehtiyat olur ki, 3 dəfə deyəsən. Belə ehtiyata deyilir ehtiyat-ı vacib. Niyə ehtiyat vacib deyildir? Çünki nə bundan əvvəl fətva gəlib bu məsələ barəsində, nə bundan sonra fətva gəlib, beynimizi qarışdırmayın, ehtiyatlı olun, yavaş-yavaş izah olunacaq. Təqlid edən adama nə deyilir?
Müqəllid. Müqəllid bu məsələdə ya həmin ehtiyata əməl etməlidir. Mənim müştehidim fəzlə Ayətullah-ı Lənkəranidir. Allah rəhmət eylesin. Ayətullah-ı Lənkərani buyururdu ki, ehtiyat odur ki, namazın 3-cü və 4-cü şərtlərində Subhanallah və elhamdülillah və la ilahe illallah və Allahu ekber neçə dəfə deyilsin? 3 dəfə deyilsin. Mənim vəzifəm nədir burada? Vəzifəm budur ki, bu ehtiyata əməl edeyim. Yəni neçə dəfə deyim? 3 dəfə. Ya da ki, baxım Lənkərani ağa ilə həmtay olan başqa ələmlərə. Onlardan biri desə ki, mən fətva verirəm, bir dəfədə kifayətdir. Mən Lənkəranidən ona keçə bilərəm. Bir dəfə deyə bilərəm, onu təqid edərəm. Sağlığında belə. Sağlığında. Bütün müştəhidləri belə. İndi tutalım, Sistan ağa deyir ki, ehtiyat budur ki, filan şey filancır olsun. Mən görsəm ki, Xamenei ağa deyir ki, mən fətva verirəm filan şey filancır olmasın, filancır olsun. Mən həm Sistan ağaya mən ehtiyatına əməl edə bilərəm. Ya da ixtiyar sahibiyəm, deyirəm, ağa İstanı, sən icazə vermirsən də ehtiyatı vacib deyəndə mən keçəm başqasına. Mən bu məsələ keçirəm Xameneiyə, bu deyir, fətva verirəm, mən onu keçirəm. Olar. Aydın oldu. Bir nəfər deyilən. Ehtiyatı müstəhəb, yəni müstəhəb ehtiyat. O nədir? Bu ehtiyatdan ya əvvəl fətva olur, ya da əvvəl fətva. Ya hansı olur? Sonra əvvəl. Andırır. Ya əvvəl fətva olur, ya da sonra fətva olur, ikisindən biri. Məsələn, nəcis qabı kür suyunda, kür suyun tanışlığı salyandan axıra, kür suyu. Alimlər salyandan xəbəri var, hə? Yox, kür, iki dərisi var. Kurr, o başqadır, kür başqadır, araz başqadır, kurr başqadır. Nəcis qabı kurr suyunda bir dəfə yusam pak olar. Bu nə oldu? Fətva. Ehtiyat deməyim. Nəcis qabı kurr suyunda bir dəfə yusam nəcis olar, düzdür? Amma 3 dəfə yusan daha ehtiyatdır. Bu ehtiyat nədir? Niyə? Özündən qabaq nə var? Hökm var, düzdür? Hökm deyil, fətva. Fətva var. Özündən qabaq fətva varsa, ya məsələn, var misallara baxın, ağaların belə sözləri var. Görsən deyir ki, məsələn, filan, məsələn, səhradasan, təharət etmirsən, özü yumaq istəyirsən, suda yoxdur. Kəssən, nə təmizləyə bilərsən özü, torpağını. Deyir ki, ondan sonra namaz qılmaq olmaz. Adam elə bilmir, fətva deyə ehtiyatdır, hə? Açan biləcək. Sonra deyir ki, baxmayaraq ki, qılsan qəbul olar. Demək, birincisi ehtiyatı müstəhəb imiş qılmamaq. Fətva nədir? Qılmaq da olar. Sistan ağrısasına baxın, deyin ki, yazır ki, Ramazan ayında başı suya salmaq olmaz. Baxmayaraq ki, başı suya salsın, öz batıl olur. Fətvadan, ehtiyatdan əvvəl və ya sonra fətva gəlsə, o ehtiyat nə ehtiyatdır? Müstəhəb ehtiyat. Ya məsələn, bir müşteri yaza bilər ki, namazın 3-cü, 4-cü şəklində təsbihat ərbəni 3 dəfə deməlisən. Hələ biz elə bildik, tutardı məsələ. Sonra deyir ki, bir dəfə desən kifayət. Deməli, bu 3 dəfə deməlisən nəymiş? Ehtiyatı vacib, müstəhəb. Vacib ya müstəhəb? Vacib ya müstəhəb? Fətva gəldi axı böyründə. Müstəhəbdir. Ehtiyat vacib nə idi? Heç bir fətva olmasın həndəvərində. İndi sual olunur. Mənim müştehidim mənə deyir ki, 3 dəfə deməlisən təsbihat ərbəni, bir dəfə desən kifayət. Deməli, bu ehtiyatı
Müstəhəb. Mən bu məsələdə başqa bir aləmə təqlid edə bilərəm ya yox? Vacib də edə bilirdim də düzdür. Bunu da edə bilərəm ya yox? Yox? Niyə? Bilərəm. Niyə? O birisi ayrı bu ayrı. Ona görə edə bilmərəm ki, bu fətvası var demişdik. Fətvadan sonra ehtiyat deyirdi. Əgər sən başqa aləmə niyə keçəcəydin? Nə vaxt keçməliydin başqa aləmə? Fətvası olsaydı. Bunun fətvası buralara keçir. Fətvanın müqamında ehtiyat qəbul olunur. Yox, o müstəhəb ehtiyatdır. Eləmirsən, eləmə ehtiyat əməldə də niyə keçsə başqa müştəhiddir? O birində variant yoxdur, ehtiyat vacib deyil. Yəni müştəhid tam fətva verə bilməyib. Ora qədər dəqiqləşdirə bilməyib məsələni, ehtiyat edib. Burada dəqiqləşdirib, üstəlik, yəni müstəhəb ehtiyat da qoyub. 4 növ oldu müştəhidin nəzəri fikri. Hökm, odur ki, konkret deyil bunu, bu da eləsən. Fətva konkret demir, kim belə olsa belə eləsin. Ehtiyat-ı vacib, ona deyilir ki, o ehtiyatdan əvvəl və sonra fətva gəlməsin. Ehtiyat-ı müstəhəb, o ehtiyat deyir ki, ondan ya əvvəl, ya sonra fətva gəlsin. Əgər müctəhidin fətvası dəyişsə, mən neyiniyim? Köhnə fətvaya əməl edeyim, ya təzə fətvaya əməl edeyim? Cənab-ı Sistani Həfizəhumullah buyurmuşdu ki, Azərbaycandan gələn xumsdırır, orada xərcləyin. Vaxt keçdi, vədə ötdü. Nə oldu? Nə olmadı? Ağa dedi ki, daha xərcləməyin. Fətvası nə oldu? Dəyişdi. İndi bir sıra qardaşlar özlərini vurublar bilməməzdir, köhnə fətvə əməl edirlər. Günah edirlər. Gələ təzə fətvə kəsirsən. Bunun fikir dəyişir də. Dirimiş deyildir də. Əgər müstəhidin fətvası dəyişsə, müqəllid də yeni fətvaya əməl etməlidir. Əgər müqəllid, mükəlləf bir şəxs öz ibadətlərini müəyyən bir müddət təqlidsiz yerinə yetirərsə, mükəlləf kimdir? Hədd-i-buluğa çatır. Hədd-i-buluğa çatır, bilmir təqlid var, müştəhid var. Bir müddət əməl elədir. Həmin ibadətlər təqlid etməli olduğu müstəhidin fətvaları ilə uyğun olarsa, səhihdir. Baxın, bunun ən yaxşı misalımdır. Mən hədd-i-buluğa çatmışam fərz eləyin 1987-ci ildə. Nə hakimiyyət idi? Sovet hakimiyyəti. Müstəhid var idi? Sərhədlər açıq idi? Mən də namazımı qılıram, dədəm mənə kör dedi, hər yedinə vur dedi. Orucumu tuturam, onlar kimi, nə deyiblər? Gəldi 1992-ci il, sərhədlər açıldı, misallər gəldi. Dedilər, təqlid var doğrudan. Yaxşı, bu vaxta qədər 4-5 il neyiniyim bəs? Deyir, bax gör, həmin sənin 4-5 ilin, indi təqlid eləyəcəksən, o müştəhidin sayəsində uyğun gəlirsə deməli əməllərin düz olur. Gəlmirsə qəza eləyəcəksən. Mükəlləf kimdir? Mükəlləf yəni şəri vəzifəsi olan şəxs. Mükəlləfiyyət sözü olursa sözdür, öhdəçilikdə olan, hədd-i-buluğa çatmış şəxs. Buna deyilə mükəlləf. Əhkama əməl etməsi vacib olan şəxsə mükəlləf deyil, yəni hədd-i-buluğa çatmış şəxsə. Mükəlləfin 2 şərti var. 1, ağıllı olmalıdır. 2, hədd-i-buluğa çatmış olmalıdır. Yəni bir nəfər 17 yaşı var, amma dəlidir. Ona namaz vacibdir? Bir nəfərin 13 yaşı var, səndən məndən ağıllıdır. Namaz vacibdir? Yox. Hədd-i-buluğa çatmaq. Aqil, yəni ədli cəhətdən sağlam olan insan. Yəni burada xüsusi ağıl tələb olunmur. Filankəs sadəlövdə, ona namaz vacibdir, nətər vacibdir? Filankəs sirəkdir, ona namaz vacibdir, çox bilir, yox, dəxli yoxdur. Ağıl yəni ruhi xəstə olmasın. Baliq yəni hədd-i-buluğa yetişmiş insan. Ay müştəhid, hədd-i-buluq nədir? Deyir, izah edeyim də sizə. Nə güləcəksən canım? Neyini oxumayın? Hədd-i-buluğun 3 dənə əlaməti var. Bu 3 əlamətin hamısı olsa adam nə görürsən, hədd-i-buluq olub, görürsün. Bu 3 əlamətin
hamısı bir yerde olsa adam həddi qulu olur, ya biri olsa kifayətdir. Biri olsa kifayət. Yoxsa kef olardı. Mənə namaz vacib olmuyor. Bir, kişilərin, hamının elə, qarnının altında və cinsiyyət orqanının üstündə qalın tüklərin bitməsi. Savansız, yeni yetməsiz. Qulaq mənə görəcəksiniz, sonra gülərsiniz. Baxın, dostluğunuz gəlib məndən soruşa bilməz bunu. Sizdən soruşar. Mənə namaz vacib deyə yox. Deyin şeylər olara bilsinlər. Bəziləri bilir ki, mənim 15 yaşı tamam olması namaz vacib deyil. Ömrünün axına kimi qəza qalır boynumda. Birinin 10 yaşı var, bu əlamətin biri olur. Namaz vacibdir. O ki deyilir, yaş həddi, əgər bu əlamətlərin heç biri olmasa, yaş çatsa da bu əlamətləri gözləməsin, qılsın namazın vacibdir. O yaş sonuncudur, sonuncu variant. Bir, o tüklərin bitməsi. İki, insandan məniyinin xaric olması. İstər yuxuda olsun, istər cinsel əlaqədə olsun, istər birdən biri olsun, hansı halda olur olsun, bundan məni xaric oldu, deməli həddi qılığa çatır. 3. Hicri qəməri tarixi ilə kişilərdə 15 yaş tamam olsun, qadınlarda isə 9 yaş tamam olsun. Bu işlərdən biri olsa kifayətdir. Qaranlığa nasıl qalmadı məsələdə? Yuxarıda deyilən üç əlamətdən yalnız birinin olmağı ilə insan həddi qılığa çatmağı qəbul olunur. İnsanın həddi buluq yaşı mütləq qəməri tarixi ilə hesablanmalıdır. Hökmən. Necə hesablayaq? Çünki qəməri tarixinin hər ili, şəmsi tarixinin hər ilindən 10 gün 18 saat azdır. Bizdə il 365 gündür. Hicri qəməri tarixində il 355 gündür. Beləliklə də miladi tarixindən 97 gün 22 saat azaltmaqla qəməri tarixi ilə qızın 9 yaşı alınır. Qızın ki, miladi tarixi ilə 9 yaş tamam oldu, hələ olmamışdan qabaq 97 gün 22 saat təxminən 3 ay, 1 həftə, 1 gün, 3 ay 8 gün. Biz 9 gün də ola bilər, baxır ayı. 3 ay 9 gün qızın 8 yaş 3 ay 9 günü olduğu bizim tarixinə. 8 yaş 3 ay 9 günü olduğu namazına vacib. 8 il 3 ay 9 gün. 8 gün. Oğlanın isə 15 yaşından 163 gün 6 saat azaltdığın namazına vacibdir. Yəni oğlanın 14 yaş deməli nə qədər eləyir? 2 ay 5 ay 5 ay 13 gün 5 ay 10, hətta 5 ay 13 gün elə, saat deməyək. Oğlanın 14 yaş 5 ay 13 günü tamam oldu, həddi buluğa çatır. Yəni kim 15 yaşından başlayıb namaza, geçsin, zəhmət çəksin bir 7 ayda qılsın. Oruz dəyəmsin. Bir necə şəri suala cavab. 1. Hansı hallarda təqlid eləyən adam öz təqlid elədiyi müştehidini dəyişib başqa müştehidi təqlid eləyə bilər? Hansı hallarda? Məsələn, mən görürəm ki, mənim müştehidim Cənab-ı Sistanidir. Deyir ki, məsələn, səhv fətvası var. Məkalimdən təqlid edirəm, məsələn, məkalim deyir ki, sigaret haramdır. Hayır, nə pis müştehiddir. Mən necə dəyişim? Keçim Sistaniyi öz başına alır, olmaz. Hansı hallarda olar? Bu hallarda. Başqa müştehid hal-hazırda təqlid etdiyi müştehiddən savadlı olsa, ya onunla bərabər sərq
səviyyədə olsa, onda təqdim dəyişə bilər. Əlbəttə, bu səhv eləməsəm hamısının fikri deyil. Səhv eləməsəm. Bütün müştəhidlərin fikri deyil, bu səhv eləməsəm. Yəni, ikisi də eyni səviyyədə ələm olsa. Ya, keçmək istədiyim bundan savadlı olsun. O ki, keçmək istədiyim Vasifli Əbülfəd, iki dənə mərcə təqdimiz var. Mən vasifdən təqdim edirəm. Sonra görürəm ki, Əbülfəd vasifdən ələmdir. Keçə bilərəm ona? Bəli. İkisi də eyni səviyyədə ələmdir. Keçə bilərəm? Bəzi müştəhidləri keçə bilərsən, bəziləri səhv eləməsən deyilə keçə bilməzsən. O yine işimiz olmaz, bu özün işimiz olsun. O bunun nələrləmizı kesməz. Bəzi müştəhidlər vacib deyir. Kesə ki, bilərsən. Yaxşı, ələm müştəhidin fətvaları dövrə uyğun olmasa, gerdə qalır müştəhid. Yaxud o fətvaları əməl etmək çətin olsa, zülm verir adam. Bu halda ələm olmayan başqa müştəhidin təqdiminə keçmək olar. Məkarim deyir ki, bankdan pul götürmə. Məkarim deyir, sigaret çəkmə. Bu nə istəyir bizim canımızda? Keçirəm mən məsələn cavadi amiliyə. Olar ya olmaz. Ələm deyil onun kimi. Təqlid edilməsi vacib olan ələm müştəhidin fətvalarının zamanla uyğun gəlməməsi, əməl etmək çətin olması, bunlara görə başqa müştəhidin təqlidinə keçmək olmaz. Eyni bir məsələdə bir dəfə dünyadan getmiş müştəhidin, başqa bir dəfə isə diri və ələm müştəhidin fətvasını əməl etmək olar. Belə ki, bu iki müştəhidin həmin məsələ nəzərləri müxtəlifdir. Dünyadan getmiş müştəhidin təqlidinə qalmaq olar, amma dünyadan getmiş müştəhidin bir diri müştəhid təqlid dəyişdən sonra yenidən əvvəlində təqlid etmək olmaz. Mən Lənkəranı təqlid edirəm. Lənkəranı deyir ki, təsbihat əlbəni 3 dəfə demək ehtiyat vacib. Məsələn, rəhmətə etdi, keçdim Xameneyə. Xameneyə bir dəfə kifayətdir. Sonra təqvalı oldum. Varaq bir adam təqvalı olan kimi oyun çıxardılar. Təqvalı oldum, qaydıram Lənkəranı dedə olmaz. Dəyişdin təqlid edir də ki, ölüyə qayda etməz. Əssalam. Salavat Muhammed Ali. Allah.